Salam, birinci mövzumuz Çin, Hindistan və Yaponiya tarixidir. Başlayaq Çinlə. Çin 18-ci əsrdən etibarən başlayıb tədricli siyasəti yerinə yetirməyə və bunun da qarşısını almaq istəyir İngiltərə. İngiltərə burada tirək satmağa başlayır. Necə satır? Deməli, İngiltərə Ost-Hind şirkəti var. Bu Ost-Hind şirkəti ilə Hindistanı tutub özünün müstəmləkəsinə çevirir. Hindistandan tirəyi gətirir, satır Çinə. Və Çin də bunun qarşısını almaq üçün 1800-cü ildə bir qərar verir. Deyir ki, tiryəkinin satışı ümumiyyətlə qəti qadağandır, olmaz. Amma İngiltərə buna razı olarmı? Təbii ki, razı olmaz. Nə edir? Başlayır qaçaq mallardan istifadə. Yəni, qaçaqçılıq yolu ilə yenə də tiryəyin satışını davam etdirir. Məsələn, 19-cu əsrə baxaq. Çində 19-cu əsrdə vəziyyət necədir? Ümumiyyətlə, rüşvətxorluq başlanıb gedir, əhali sayı çoxalır, əkinə yararlı torpaqlar yoxdur, yəni əhali sayı çoxalır və torpaq çatmır, bu vəziyyətdədir. İngiltərə gətirir, Çindən mal alanda ingilislər neyir? Gümüş puldan istifadə edir. Çünki Çinlilərin mallarını alırlar və daha çox İngiltərədə gümüş pul çıxarılmağa məruz qalır. Gümüş pulun belə çıxarılmasının qarşısını almaq üçün məcburlar ki, tiryəki satsınlar. Yəni, Çində gəlib tiryək satsınlar. Amma Çin də buna narazıdır və nə olur? Çinin cənub hissəsi İngiltərənin bu mallarını, o qaçaqçılıqla yollanan tiryək satmaları onlara müsadirə edir. Aha, müsadirə eləyəndə aləmlər bir-birinə və tarixdə başlayır birinci tiryək müharibəsi. Birinci tiryək müharibəsi 1840-cı ildə başlamışdır, 1842-ci ildə bitmişdir. Müharibə İngiltərə və Çin arasındadır. Yəni, bir Avropa dövlətindən bir Asiya dövləti arasında müharibə gedir. Və müharibədə Çin məğlubiyyətə uğrayır, İngiltərə təbii ki, İngiltərə qalib gəlir və Nankin adlı müqavilə imzalayırlar. Müqavilə varsa, şərtlərini bilməyik. Müqavilə şərtlərinə görə məğlub olubdur Çin. Deməli, nə edəcək? Təzminat ödəyəcək, bu bir. İkincisi, ən əsası, deməli, Hong Kong və yaxud da Xiaonan. Hong Kong ərazisi verilir kimə? İngiltərəyə. Bunu yadda saxlayın. İngiltərə yerinə bəzən Fransa yazılır. Birinci tiryək müharibəsində Fransa yoxdur. İngiltərəyə veriləcək və İngiltərə 5 şəhərdə konsul açmağa, yəni Çin 5 şəhərində ticarət edə biləcək, konsullar aça biləcək, yəni ticarət edə biləcək bu 5 şəhərində. Bunlar Nankin müqaviləsinin şərtidir. 42-ci ildən sonra 1844-cü ildə Çin həm Amerika Birləşmiş Ştatları ilə, həm də Fransa ilə buna bənzər yəni bu şərtlərdən müqavilələr imzalayırlar və nəticə etibarilə nə olur? Nəticədə Çinin yarım müstəmləkəçiliyinin əsasını qoyulur. Yarım müstəmləkə halına gətirir də İngiltərə. Niyə? Gəlir, istədiyi kimi ticarət edir, konsulluq açır, təzminat alır. Demək, bu nədir? Müstəmləkədir. Deməli, nədir? Çinin yarım müstəmləkəçiliyinin əsasını qoydu. Birinci tiryək müharibəsi ilə ikinci tiryək müharibəsinin arasında bir hərəkat da var. O da Taypin hərəkətidir. Taypin hərəkəti başlayır 1850-ci ildə, bitir 1864-cü ildə. Bu Taypin hərəkəti nə deməkdir ümumiyyətlə? Bu hərəkat həm bu xarici işğallara, yəni müstəmləkə işğalına qarşıdır, yəni kimə qarşıdır? Xaricilərə qarşıdır. İkincisi isə Çinin həmin vaxt idarə edirdi Mancur sülaləsi, Mancur tisinə qarşıdır. Üçüncüsü isə feodallara qarşıdır. Çünki bu feodalların ağır verici siyasətinə qarşı çıxmışlar və bərabərlik istəyirlər. Deyirlər ki, hər kəs bərabər yaşasın. Baxın, daha hansı hərəkatlarda bərabərlik oldu, onları yadınıza salırsınız. Deməli, nədir? Həm xarici qüvvəyə, həm də daxilindəki feodallara və Mancur tisin sülaləsinin qarşı çıxırdır. Yaxşı, bu üsyanın nəticəsində onlar gəlirlər Nankini ərazisini tuturlar, cənub paytaxtı deyirlər hətta ona. Nankin ərazisini tuturlar və özlərinə aid bir dövlət yaradırlar ki, bu Taypin hərəkatı. Hərəki qalib gəlir. Amma nəticəsi nə olur bu Taypin hərəkatının? Nəticədə vergiləri azaldırlar, amma monarxiya idarə üsulu ləğv edə bilmirlər. Yəni, monarxiya nədir? Mancurlar deyir ki, biz tək başına hakimiyyətdəyik, biz tək idarə edəcəyik. Yəni, monarxiya idarə üsulu yenə də öz idarəsini saxlamış olur. Amma vergiləri azalda bilirlər, yəni nəticə etibarilə budur. Bəs bu üsyanı kim yatırır? Aha, bu üsyanın cavabı indi ikinci tiryək müharibəsinin izahında deyəcəm. Görək, ikinci tiryək müharibəsində başladı. İkinci tiryək müharibəsi baş verir 1841-42 Taypin hərəkəti bu. İkinci tiryək müharibəsi baş verir 1156, bitir 1860-cı ildə.
Yaxşı, bu tiyaj müharibəsinin səbəbi nədir? Yaxşı, birinci olur da. Deməli, İngiltərə ilə Fransa deyir ki, bu imzaladığımız, yəni belə deyək də, 42 və 44-cü ildəki müqaviləyə yenidən baxaq. Biz yeni güzəştlər istəyirik. Məsələn, sizin deyir, Çinin çaylarında da ticarət hüququ əldə etmək istəyirik. Oradan da əlaqə saxlamaq istəyirik, deyil və müharibə başlayır. Bu səfər müharibə İngiltərə üstəcələri Fransa bir tərəfdədir, Çin digər tərəfdədir. Təbii ki, yenə Çinlər məğlub olacaq, çünki İngiltərənin qoşunun qarşısında, ordusunun qarşısında kim dayanır bilər? Məğlub olur. Və bu səfər isə imzalanır Pekin müqaviləsi. Bu arada müharibənin gedişində Pekini ingilislər tutmuşdu. Yəni, müqavilə Pekindir. Deməli, birincidə Nankindir, ikincidə Pekin müqaviləsidir. Məğlub olsa nə edəcək? Təzminat ödəyəcək və yansıcı çaylarında artıq bunlar ticarət eləmək hüququ əldə edəcəklər. Üçüncüsü tiryəyin açıq satışına icazə verildi. Deməli, tiryəki ilə vermişlər açıq satışı 1800-cü ildə, 1860-cı il Pekin müqaviləsi nəticəsində yenidən açıq satışına icazə verildi. Bir də deyirəm, 40-42 birinci tiryəç müharibəsidir. 56-60 ikinci tiryəç müharibəsidir. Birincidə sadəcə İngiltərə və Çin arasındadır. İkinci İngilis-Fransız və Çin arasındadır. Hər ikisində də təzminat var. Sadəcə burada Hong Kong sözü var, ingilislər verilir. Burada isə yansız çayı söhbəti var ki, İngilis və Fransızlar üçün açıq elan olunur. Burada fərq 5 şəhərdə İngiltərə konsultasiya ticarət etmək hüququ verilir. Burada isə açıq satışına icazə verilir. Fərqləri bilin, açıq suallarda bəzən tətbiq edilir. Və birinci tiryəclə ikinci tiryəcin arasında olan hərəkat Taybin hərəkatdır. Taybin hərəkatı təkcə burada bunu edirlər, düzdürmü? Müharibənin gedişində Taybinlər üsyan edir. Mancunlar da deyir ki, İngilizlərə, Fransızlara, hətta Amerikalılara deyir ki, mən sizə bu qədər hüquqlar vermişəm. Taybin hərəkatı qalib gəldi. Deyir ki, Nankinlər üzərində dövlət yaradıblar. Əgər ki, bunlar qalib gəlsə, sizin bu hüquqlarınızla ləğv edəcəklər. Ona görə gəlmək üçün eləyin, bu üsyanı yatıraq. Deməli deyilik, Taybin hərəkatını kim yatırdı? Amerika, İngiltərə, Fransa, üstəcələr Çin, Manzur sülaləsi, Manzur Tisin sülaləsi, ikisi də eyni şey. Bunlar yatırır. Niyə? İqtisadi məsələ. Yəni, Amerika iqtisadi güzəştləri üçün də belə deyil. Bu məsələyə görə, yəni iqtisadi məsələdə çünki təzminat alır və bir satışına icazə verilir. Demək, iqtisadi məsələlərdə daha çox gəlir əldə etmək üçün bu üsyanı, bax, bu qoşunlar yatırır. Bu belə. Gəlin Çinin 20-ci əsr tarifinə. 20-ci əsr kapitalizm və burjuaziya deməkdir. Kapitalizmin əsas ünsürlərindən biridir. Kapitalizm və burjuaziya inkişaf etmək istəyir, amma Çin müstəmləkə halındadır, görürsünüz da, İngilizlər falan istədiklərini əldə edir, Fransızlar. Müstəmləkə halındadır. Bir də monarxiya idarəsi var. Mancurlar hakimiyyəti alıb əlinə heç kəs istifamır. Bu arada Mancurlar 1944-dən 1911-ci ilə qədər idarə edirlər. Və Sun Yat-senin rəhbərliyi ilə Birləşmiş İttifaq yaranır 1905-ci ildə. Birləşmiş İttifaq əsas məqsədi nədir? Xalqın rifahıdır, millətçilik, demokratiklik, bir də xalqın rifahı. Əsas 3 ünsürü var və bunlar başlayan inqilaba. 1905-dən 1911-ci ilə qədər Çində inqilab olur. İnqilabın nəticəsində nə olur? Manzur sülaləsinə son qoyulur 1. Yəni, Manzur sülaləsinə son qoyulsa, monarxiya deyilinəcək. Monarxiya deyilibsə, respublika yaranacaq. Bəs respublikanın nə olar? Prezidenti olan Sun Yat-sen Çinin ilk prezidentidir. Deməli, 1. Monarxiya devrilir, 2. Respublika yarandı, 3. Prezident yaradıldı. Prezident vəzifəsi və Sun Yat-sen ilk prezidenti oldu və konstitusiya verəcək. Bunların hər biri 1911-ci ilə, yəni belə deyək də, Çində baş verən inqilabın nəticəsinə uyğundur. Sun Yat-sen sonra hakimiyyətdən gedəcək. Niyə? Bir tərəfdən xaricində daxil olacaq, bir tərəfdən də Birləşmiş İttifaqın üzvlərinin arasında bir narazılıq olacaq deyə hakimiyyətdən gedəcək. Bu Çin gəldik Hindistan tarifinə. Hindistanı bilirsiniz ki, 19-cu əsrdə İngiltərə işğal edib və öz müstəmləkəsinə çevirib. Yəni, əsas satış bazarına çevirdi. Özdə bunu da edən Ost-Hind şirkətidir. Ost-Hind şirkəti. Yəni, hansı dövlətidir? İngiltərənindir. 1813-cü ildən 33-cü ilə qədər Ost-Hind şirkəti bu, belə deyək də, bu ərazi istədiyi hərəkətləri edir, inhisarlığı əlinə alır çünki. 1933-cü ildə Ost-Hind şirkətinin inhisarlığıdır, belə deyək, əsas idarəçiliyi ondadır. Və 1857-59-cu ildə sipahilər üsyan olur. Sipahi nədir? Ost-Hind şirkətində döyüşçülərə deyilir. Yəni, Ost-Hind şirkətində iştirak edən döyüşçülərə deyilir, sipahi sözünün mənası. Bunlar üsyanın başda səbəb nədir? Zonun əhalini xristiyanlaşdırırlar deyə bu üsyan başlayır. Səbəb budur. Amma bəhanə gətirirlər ki, yeni patronlardan istifadə. Patron məsələsi nədir? Burada müsəlmanlar da var. Deyək ki, digər dinə sitaş edənlər də var. Axı, müsəlmanlar bunu zəti edə bilməz. Deyəsən, bunlar da
patronların biri donuz ətindən bir deyəsən, inək ətindən nəsə belə bir məsələ var. Çox önəmli deyil. O din məsələsidir da. Gör ki, yeni patrona, yəni elə bilirəm, ağzını vurub açırsan, atırsan axı. Hər nəsə. Gör ki, haramda da, yəni onu ağzına vurmaq olmaz. O yeni patronlardan, yeni silahlardan imtinası nəticəsi bu da bəhanədir. Buna müharibə başlayır, yəni üsyan başlayır 1857-59-cu ildə. 57-59-cu ildə və 2-ci Bahadır adlı şahı hakimiyyətə gətirirlər, Qanq çayına bir sıra əraziləri işğal edirlər və Böyük Moğol dövlətinə son qoyurlar. Böyük Moğol dövləti yaranmışdır 1526-cı ildə və nəticədə Sipahilər üsyanının nəticəsi olaraq da süqut eləmişdir. Və nəticədə deyil, Moğol dövlətinə son qoyuldu 1. İngiltərə gəldi buradan Ostin şirkətini qovladı. Yaxşı idarəçi olsaydı, niyə bu qədər üsyan oldu? Ostin şirkətini ləğv elədi və hakimiyyəti verdi İngilis taxtına. Və bütün ali hakimiyyət artıq vitse-krala tabi olmuşdu. İngiltərənin 1876-cı il Viktoriya var, həm İngiltərə kralı, həm də Hindistanın kralı adlandı. Digər bir məsələ, bir də Hindistanı dedi ki, Britaniya Hindistanı adlandırıldı. Hindistanı adını qoydular, Britaniyanın Hindistanı müstəmləkəsinə çevrilir. Bu da belə. Gəldik metropoliya sözünə. Aslında metropoliya nədir? Müstəmləkələrini istismar edən, dağıdan dövlətə metropoliya deyirlər. Və İngiltərə başladı Hindistanda, yəni öz metropoliyalarında belə deyək də yeni siyasətlər eləməyə. Və bir də bunu yadımızda saxlayırıq. Hindistan Milli Konqresinə vaxt yaranmışdır. 1885-ci ildə bir rəhbəri Tilakdır, bir rəhbəri isə Seyid Əhməddir. Seyid Əhməd müsəlmanların başçısıdır, Tilak isə Hindistanlıların, yəni Hindlilərin belə deyək də başçısıdır. Yaxşı, Hindistan Milli Kongresi və 19-cu əsrin ikinci yarısına başlayaraq Hindistanda artıq kapitalizm inkişaf etmişdir. 20-ci əsrdə isə İngiltərəyə qarşı Hindistan boykot üsulundan istifadə edərək onlara qarşı çıxırdı. Bir də 19-cu əsrin sonlarında, yəni 19-cu əsrin ikinci yarısında fəhlə qanununda verilir. Bu belə. Gəldik Yaponiyaya. Yaponiyada mənasına baxaq. Syogun, samuraylar nədir? Belə deyək də, Syogun bir rejimdir. Orada hərbi qulluqçulara verilən bir rütbədir. Bu da samuraylar da zadəcanlardır. Yəni yuxarı təbəqənin nümayəndələridir. 19-cu əsrdə dövlətin ali hakimiyyət kimi məxsusdur imperatora. Amma dövləti real idarə edən Syogun rejimidir, Tokugawa sülaləsidir. Sülalənin adı belədir, yəni adlar sizə gəlməsin, dərsin adı Yaponiyadır. Tokugawa sülalədir, Syogun da nədir? Dediyim kimi, hərbi qulluqçulara verir. Əsas hakimiyyəti bunlardadır, amma imperator qulluq kimi qoyulur idarə eləsin. Yaxşı, dövlətin daxilində vəziyyətlədir, iqtisadiyyat pis haldadır, samuraylar, knyazlar artıq yoxsullaşıbdır və ölkə qapalı siyasət həyata keçirir. Qapalı siyasət həyata keçirməsi də neyir? Deməli, ölkənin iqtisadiyyatını çökdürəcək əsas əlamətlərdən biridir. Və 1854-cü ildə Amerika ilə Yaponiya arasında bir müqavilə imzalanır, sülh və əməkdaşlıq haqqında. Bu müqavilənin şərtinə görə Amerikaya ticarət hüququ verilir, konsulluq açmaq hüququ verilir, eksterritorialıq hüququ verilir. Eksterritorial nədir? Yəni, məsələn, mən gedirəm xarici bir dövlətə ticarət edirəm. Əgər ki, mən orada hər hansı bir sənət təşkil edəsən, o ölkənin qanunları ilə yox, öz ölkənin qanunları ilə cəzalandırmalıyam. Bu eksterritorialıq hüququdur. Bunları verir. Simodada, bu arada konsulluğu açıblar Simodada və Hakodate. Simoda və Hakodate'də ticarət etmək hüququ verirlər Amerikaya, amma konsulluq açılır Simodada. Daha sonra Rusiya ilə Yaponiya arasında bir çox Avropa ölkələri ilə artıq müqavilələr imzalanır. Bu müqavilələrin imzalanması isə samurayları ciddi narahat edir. Yeni samuraylar deyirlər ki, artıq ölkəyə xaricilər gəlir və aləm gələcək bir-birinə. Ona görə samuraylar artıq belə deyək də, imperatora müraciət etməməli olurlar. Bu xalqın da üsyanından qorxan feodallar deyir ki, düz deyirsiniz, elə imperatorun hakimiyyətini bərpa eləmək lazımdır deyirlər və inqilab başlayır. 1867-68-ci il belə deyək, burjuya inqilabıdır, yadınızda saxlayın və 67-ci ildə Syogun rejimi deyir ki, artıq biz hakimiyyətdən gedirik, yəni Syogun rejimi ləğv olunur və 1867-dən 1912-ci ilə qədər hakimiyyətə gəlib 15 yaşlı Mutsuhito. Həqiqətən də mükəmməl bir şəxsdir. Yəni, elədiyi işlər ağlı sıxılmaz bir işlərdir. Deyir ki, yeni bir proqram hazırlayır. Deyir,
cəmiyyətin rəyi önəmlidir və ədalət olacaq, haqsızlıq olmayacaq, elmi inkişaf edəcək və vətəndaşlar da dövlətin idarəsində iştirak edəcəklər. Bunları deyir və başlayır yenidən qurma tədbirlərinə. Yenidən qurma tədbirləri. Yaxşı, nə edir? Knyazların mülklərini əlindən alır. Mülklərini əlindən alır və onlara verilmiş qubernator titulunu da əlindən alır, mülklərini də ləğv edir və onlara dövlətdən təqaüd ayırır. Sonra ölkəni bölür prefekturalara. Prefektura nədir? İnzibati ərazi bölgüsüdür. İnzibati ərazi bölgüsüdür. Prefekturalara bölür. Vahid pul sistemi yaranır. Paytaxtı köçürür. Sanksiyonlar var, hərbi qulluqlara verilən adlar. Onları ləğv edir, yerində müasir ordu yaradır və Avropa nümunəsində ilk nazirliklər yaradır. Bu nazirliyi biz bir çox dövlətlərdə deyəcək kimlər yaradır. Məsələn, Rusiya tarixində kim yaradır, Osmanlı tarixində kim yaradır və Yaponiya tarixində kim yaradır. Oxşar xüsusiyyətdir. Və 6 yaşından hər kəs məcburi 4 illik məktəb oxumalıdır. Daha sonra orta ixtisas, ali ixtisaslar yaradır və qadınlara aid pedaqoji məşqlər artırır. Bunları hər birini edir. Yaxşı, 1889-cu ildə isə Yaponiyanın ilk konstitusiyasıdır. Bunu diqqətlə öyrənin. 1947-ci il konstitusiyasında dövləti də keçəndə onları müzakirə edəcək. 1889-cu ildə deməli konstitusiya yaranır və bu konstitusiyaya görə imperator qeyri-məhdud hakimiyyətə malikdir. Bütün icra edici, eyni zamanda qanunverici hakimiyyət kimindir? İmperatordur. Yəni bir sözlə imperatorun ən istədiyi hər şeyi ona vermişlər. Bir də vətəndaşlara söz, vicdan, mətbuat, kimi hüquqlar verirlər. Yaxşı, bu da bunun konstitusiyası. Yaponiya ilə bağlı 1884-cü ildə, 1894-1895-ci ildə Yaponiya ilə Çin dövləti arasında müharibə edir. Müharibənin səbəbi Koreya uğrunda ağlıqdır. Müharibədə təbii ki, Yaponiya qalib gəlir, Çin məğlub olur. 1905-ci ildə isə Yaponiya Rusiya dövləti ilə müharibə aparır. Müharibənin səbəbi Rusiya istəyir ki, uzaq şərq, Yaponiya uzaq şərq gedir. Uzaq şərqdə idarəçiliyi ələ alsın. Buna görə də alimlər bir-birində və bir çox döyüşlər olur. 1905-ci ildə Tsusima dəniz döyüşü olur və bütün döyüşlərin hər birində Yaponiya qalibdir, Rusiya isə məğlubdur. Nəticədə 1905-ci ildə Port-Sumut sülh müqaviləsi imzalanır. Bu sülh müqaviləsinin şərtlərinə görə Cənubi Sahalindir, Cənubi Manzuriyadır və Koreya verilir, yəni Koreya idarəçiliyi verilir kimə? Təbii ki, Yaponiyaya verilir. Daha sonra müharibə bitir. 1910-cu ildə isə Koreyaya belə deyək də, özünü idarə etmə hüququ verir. Güya ki, onu qorumaq üçün də bir sözlə 1910-cu ildə. Yaxşı, bunu da dedik. Burada bir məsələ var. Rusiya ilə Yaponiya müqayisə etsə, Rusiya daha güclüdür. Bəs necə olur ki, Rusiya məğlub olur, Yaponiya qalib gəlir? Bunun əsas iki səbəbi var. Bir, Sibir məsələsi, ikinci Nikalayın başının məclis seçkilərinə qarşılaması. Məclis seçkiləri. Sibirdə qoşun azdır, çünki burada dəmir yolu yerləşir. Trans dəmir yolunun üzərindədir Sibir. Qoşunu orada az saxlayıbdır. Bu səbəbə görə bir də ikinci Nikolay başı qarşı məclis seçkilərinə. Buna görə müharibə o qədər də əhəmiyyət vermir və nəticədə müharibə yəni Yaponiya üçün qalibiyyətlə, Rusiya üçün məğlubiyyətlə nəticələnir. Baxın, 94-95 üstündə 10 yılında 1904-1905 edir. Yəni bir-birinə oxşuyur. Hər iki müharibədə kim qalib gəlir? Yaponiya. Çin demişkən, burada qeyd verir. Çin Rusiya ilə Ayqun adlı müqavilə imzalayır və Amur çayının sol sahili keçir Rusiyanın tabeliyinə. Bir də Çin ilə Fransa arasında da 1884-85 səhv etmirəmsə müharibə olmuşdur Çin ilə Fransa arasında. Dərsimiz bu qədər.